Evliliklə bağlı qismət insanın öz əlindədir. Sualı var. Cavab odur ki, xeyr. Evliliklə bağlı qismət məsələsi təqdir ilahidir bu. Allah Azza və Cəllənin qeyd elədiyi qəza və qədər məsələsindəndir bu. Əgər Allah Azza və Cəllə bir insana kimə gedəcəyini yazıbsa, o insan ona gedəcək və həmçinin boşanma da bu yöntəmdədir. Bu birinci məsələ. İkinci məsələ, bu məsələnin təbii ki, şər'i səbəbləri var. Şər'i səbəbləri var. Qadın əgər bu şər'i səbəblərdən istifadə edərsə və sonra ona ərə getmək nəsib olmazsa, deməli Allah Azza və Cəllə ona belə yazıb və bunun üçün daha xeyirlidir. Əslində, həddi zatında istər kişi olsun, istər qadın olsun, ərə gedib bədbəxt olacağını bildiyi halda, məncə nə qadın ərə getmək istəməz, nə kişi arvad almaq istəməz. Çünki hər kəsin şər'i evlilik tərəfindən arzusu xoşbəxt olmaqdır. Məsələn, hansı qadın istəyər ki, bir kişiyə gedə və sonra hər gün döyülə, hər gün söylə, hər gün təhqir oluna və insan yerinə qoyulmuyor və fiziki tacizlərə məruz qala və yaxud da hansı kişi belə evliliyi arzulayar ki, belə evliliyi olsun, məsələn, qadını ala və o qadınla zərrə qədər də olsa huzur tapmaya, qadın hədsiz pinti ola, diqqətsiz ola və irzini, namusunu qorumayan bir qadın ola. Məsələn, belə zərrə qədər insanatığı olan heç bir kişi, məsələn, belə bir ailəsi olmasını istəməz və yaxud da saxlamaz belə. Deməli, məsələlər var ki, əgər alınmırsa səbəbləri tutduqdan sonra bu o deməkdir ki, Allah Azza və Cəllə onları daha böyük müsibətdən qoruyur. Və qadın ərə getmirsə, kişi arvad ala bilmirsə, səbəbləri tutduqdan sonra ona etiqad eləməlidirlər ki, bu onlar üçün deməli daha xeyirlidir. İxlasla.com saytı tərəfindən təqdim olundu.